Bu fon üçün həm mahiyyət olaraq, həm forumun özünün təşkilatçılığı baxımından demək olar ki, bu Azərbaycanda keçirilən beynəlxalq tədbirlər arasında öz önəmini ərz elətdirir. Xüsusən də nəzərə alsaq ki, bu gün urbanizasiya, beynəlxalq şəhərsalma mədəniyyəti ifadələri işlədildiyi zaman Azərbaycan xüsusi önəm daşıyır. Çünki Azərbaycan işğaldan azad edilmiş torpaqların yenidən bərpası istiqamətində dünyaya bir nümunə ola biləcək ölkədir və nəzərə alsaq ki, demək olar ki, dağıdılmış, talan edilmiş və tamamilə yerli əhalinin insan yaşayışı üçün minimala çevrilmiş bir ərazilərdə bu gün ağıllı şəhərlər, smart şəhərlər layihələri həyata keçirilir və bu layihələrin hər biri dünya şəhərsalmaları üçün önəmlidir və burada da həmin layihələr təqdim olunur. Və eyni zamanda nəzərə alsaq ki, Bakı şəhəri həm də öz arxitekturası ilə, öz şəhərsalma standartları ilə dünyanın bir çox Avropa şəhərləri olsun, dünyanın bir çox önəmli şəhərlərindən heç də geri qalmır və nümunə təşkil edir. Bir tərəfdə müasirlik, bir tərəfdə isə tarixliyin harmoniyasını təşkil edən Bakı, düşünürəm ki, bundan sonra da məhz bu cür beynəlxalq forumlara ev sahibliyi edəcək və biz artıq həm də qeyri-hökumət təşkilatları olsun, istər media nümayəndələri olsun, Azərbaycanda artıq bir təcrübəyə sahibdir. Bu baxımdan Azərbaycan qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri, media mənsubları məhz bu layihədə iştirak edərək onun beynəlxalq belə deyim, ictimaiyyətə təqdimatı açısından çox böyük işlər görürlər. Bu da mən düşünürəm ki, növbəti bizim keçirəcəyimiz beynəlxalq layihələr üçün bir stimul rolunu oynayır.